إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. السلام عليكم ورحمة الله وبركاته. Möhtərəm Müslümanlar, Riyadus Salihin, yəni Salihlər Bağçası kitabını keçirməyə davam edirik. Və biz son dərsimiz Ramazan ayından əvvəl idi. Və ilk növbədə Allahdan istəyirəm ki, Allah Taala bizi necə ki Ramazan ayını oruç tutub, ibadət etməyi bizi müvəffəq etdi. Və Allahdan istəyirəm ki, Allah Taala bizdən qəbul etsin etdiyimiz əməlləri. Və qısa olaraq Ramazandan sonra bir xatırlama kimi qeyd etmək istəyirəm ki, unutmaq lazım deyil ki, insanın bu dünyada yaşamasının, həyatının əsas məqsədi Allaha ibadətdir. Yəni bunu gərək heç vaxt unutmayaq. Necə ki Allah Teala Quran-ı Kərimdə buyurur: "Və-zəkkir fə-innə-zikra tənfə'ul-mu'minin." Sən xatırlat, həqiqətən xatırlatmaq möminlərə fayda verər və sonra buyurur ki: "Və-mə xalaqtul cinnə vəl-insə illə liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım. Yəni bu iki ayənin bir-birinin ardınca gəlməsinin hikməti budur ki, alimlər qeyd edirlər ki, sən xatırlat, yəni xatırlatmağa layiq olan, xatırlatmağa ən önəmli, xatırlatmalı olan, xatırlanmalı olan ən önəmli məsələ odur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yarattım. Yəni bunu biz unutmayaq. Ramazan ayı bitsə də ibadət davam edir və Allah Teala buyurur ki, وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ. Yəni ölüm sənə gələnə kimi Rəbbinə ibadət et. İndi isə keçək mövzumuza. Biz axırıncı dəfə, sonuncu dəfə bəbu bəyən kəsratu turuqil xayr, xeyir əməllərin, xeyir yollarının çoxluğu bu babda dayanmışdır. Yəni mövzumuz bu idi. Yəni bundan əvvəlki mövzu nə idi? Ömrün axırına yaxın xeyir əməlləri çoxaltmaq və sonra İmam Nəvəvi bu babı gətirir. Xeyir yollarının çoxluğu. Yəni sanki İmam Nəvəvi əvvəl bildirir ki, insan dünyada xeyir əməlləri çoxaltmalıdır. Xüsusən də ömrünün sonuna yaxın. Və sonra bəyan edir ki, xeyir yolları çoxdur yollar. Və indi isə bu həmin bizim hal-hazırda söhbət etdiyimiz, yəni barəsində danışdığımız babda isə həmin bu yollara aid bir çox hədislər, ayələr və hədislər gətirir. Keçən dərsimiz bir neçə hədisi götürdük və bugün davam edəcəyik. Birinci hədisimiz Abu Zər radiyallahu anhudan rəvayət olunur. Abu Zər deyir ki, Qalən Nəbiyyü sallallahu aleyhi və səlləm, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dedi: "Uridət aleyyə ə'məlu ümməti, həsənuhə və seyyi'uhə." Mənim ümmətimin əməlləri mənə ərz olundu, mənə göstərildi. Yaxşı əməlləri və pis əməlləri, yəni ümmətimin həm yaxşı əməlləri, həm də pis əməlləri mənə göstərildi. فَوَجَدْتُ فِي مَحَاسِنِ أَعْمَالِهَا الْأَذَى يُمَاتُ عَنِ الطَّرِيقِ. İnsanlara əziyyət verən bir şeyi yoldan kənarlaşdırmağı onların gözəl əməlləri arasında gördüm. Yəni Peyğəmbərimiz sallallahu aleyhi ve səlləmə Allah Taala ümmətinin yaxşı və pis əməllərini göstərir və göstərir ki, ümmətinin etdiyi yaxşı əməllərin içərisində yoldan
hansısa bir maniyəni, əziyyəti uzaqlaşdırmaqdır. Və sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, məscidə düşmüş və yerə bastırılmamış tüpürcəyi isə onların pis əməlləri arasında gördüm. Yəni, pis əməllərin içində də nəyi görür? Məscidə düşmüş bir tüpürcək və o bastırılmayıb. İndi inşallah izahı gələcək. Deməli, birinci bunu qeyd edim ki, qardaşlar, bu hədis bizə göstərir ki, bildirir ki, istənilən bir yaxşı əməli fərq etməz, kiçik olsun, böyük olsun, bunu kiçik görmək lazım deyil. Yəni, fikir verin. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə ümmətinin yaxşı əməlləri göstərilib və yaxşı əməllərinin içərisində də görün nə var? Yoldan hansısa bir maniyəni uzaqlaşdırmaq. İstər ağac olsun, istər daş olsun. Fikir verin, bu əslində çox kiçik bir əməldir. Düzdürmü? Rahat bir əməldir, özü də ən kiçik əməldir. Lakin, fikir verin, Allah Teala bunu göstərir ki, ümmətin ən yaxşı əməllərin içərisindədir. Həmçinin başqa hədislərdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bildirir ki, indi inşallah gələcək qarşıda hədis, yolda olan hansısa bir maniyəni, yolda olan hansısa bir insanlara əziyyət verən bir şeyi qaldırmaq, aradan götürmək sədəqə sayılır. Həmçinin başqa bir hədis var ki, bu əməl cənnətə girməyə səbəbdir. Necə ki, bir hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bildirir ki, bir kişi, Allah Teala bir kişini yolda olan hansısa bir maniyəni Allah üçün, yəni müsəlman qardaşlarına, müsəlmanlara əziyyət verməsin deyə yoldan götürən kişini Allah Teala cənnətə daxil edir. Bu əməlinə görə. Ona görə də qardaşlar, bu hədis bizə nəyi göstərir? İnsan deməməlidir ki, bu əməl kiçikdir, bu əməl balacadır. Yəni, sən bilmirsən hansı əməl sənə cənnətə salacaq, sən onu deyə bilmərsən. Hansı əməlin sayəsində Allah səni bağışlayacaq, hansı əməlin sayəsində günahların bağışlanıb cənnətə gələcək, biz onu deyə bilmərik. Ona görə də gün ərzində insan gələ ömrü boyu hansı istənilən bir yaxşı əməl, kiçik də olsa belə gərək onu kiçik görüb tərk eləməyəsən. Edəsən. Necə ki, bu kişi yolda olan bir maniyəni götürdü və dedi ki, mən müsəlmanlara əziyyət verməsin deyə bu maniyəni götürdü və Allah Teala dedi ki, Allah ona təşəkkür etdi. Onun əməlini dəyərləndirdi və onu deyib buna görə cənnətə saldı. Və həmçinin pis əməllərin içərisində də nədir? Hədisdə gəlir ki, məscidə düşmüş və yerə bastırılmamış tüpürcək. Bu nə deməkdir? Bildiyimiz kimi Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin dövründə məscidlər indiki kimi xalça deyildi. Torpaq idi. Torpaq idi. Və demək, məscidə düşmüş və hansısa bir tüpürcək, yəni indi məsələn biz salfetka gəzdiririk üstümüzdə. İnsanlar salfetka gəzdirir. Salfetkaya məsələn kimisə bir ağzına su gəlirsə və sair tüpürcək onu salfetkaya götürür. Amma sahabələrin dövründə bəzən olurdu ki, yerə düşürdü. Və əgər yerə düşsə, onu bastırsa, o möminlərə əziyyət verməzdi. Yəni, o vaxtki dövr üçün bu, yəni onu bastırmaq nə idi? Möminlərə əziyyət vermir. Amma indiki dövrdə elə deyil. Yəni, indiki dövrdə salfetka və s. bu kimsə çölə çıxmalıdır. Növbəti hədisimiz yenə Əbu Zərdən rəvayət olunur. Əbu Zər deyir ki, Ənə nəsən qalu, Ya Rasulallah, zəhəbə əhlüd dusuri bil-ucur, yusallunə kəmə nusalli və yəsumunə kəmə nəsumu və yətəsaddəqunə bifuduli əmvalihim. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin dövründə sahabələrdən bir dəstə, yəni kasıblar, dedilər. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin yanına gəlib dedilər, Ey Allahın elçisi, var dövlət sahibləri bizdən çox savab qazanırlar. Yəni, bütün savabı apardılar. Onlar bizim kimi namaz qılır, bizim kimi oruç tutur,
üstəlik mallarından artıq qalanı da Allah yolunda sədəqə verirlər. Yəni biz isə bunu edə bilmirik. Əslində buna qibtə deyirlər. Onlar qibtə edirdilər. Yəni həmin sahabələrə, yəni bu həsəd deyil, bu qibtə deyirlər buna. Qibtə də nədir? Yəni həsədlə qibtənin fərqi nədir? Həsəd odur ki, sən hansısa bir müsəlmanda olan neməti yox olmasını istəyirsən, ondan getməsini istəyirsən. Amma qibtə isə sadəcə sən o həmin onda olan o nemətdən səndə də olmasını istəyirsən. İstəyirsən səndə də olsun. Yəni bu problem deyil. Belə bir arzu etmək, belə bir istək. Lakin əgər sən qarşı tərəfdə olan nemətin yox olmasını, getməsini istəyirsənsə bu həsəddir. Və bu da qadağandır, haramdır. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisdə deyir ki, qibtə olunması əməl varsa, insan varsa, o da iki qism insandır. Yəni iki qism insana qibtə etmək olar və yaxud daha layiqdirlər. Onlar qibtə edilməyə. Bunlar da kimdir? Birincisi Allah Taala'nın var dövlət verdiyi və o da bu var dövləti gecə gündüz Allah yolunda xərcləyən kişi, yəni buna qibtə eləmək olar, buna layiqdir qibtə olunmağa və həmçində Allahın Quran öyrətdiyi bir insan və o da o Quranı gecə gündüz neyinir? Oxuyur. Namaz qılır, oxuyur, gözəl səsi var. Yəni bu hədisin başqa bir rəvayətində, yəni bir kişi eşidir ki, qonşusu Quran oxuyur, gecə gündüz gözəl səsi var və o da qibtə edir ki, kaş ki, mənə də belə bir səs verilərdi, mənə də belə bir Quran demək öyrədilərdi. Və bu iki insana qibtə eləmək olar. Və onlar da, sahabələr də qibtə edirdilər ki, imkanlı insanlar bizim kimi namaz qılır, oruç tutur və həmçinin mallarının artığını Allah yolunda verirlər. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən soruşurlar ki, yəni biz onların savabına necə nail ola bilər? Yəni burada fikir verin, sahabələr nəyi başa düşməmişdilər düz? Onlar elə bilirdilər ki, sədəqə yalnız mallandır. Yəni bunu belə bilirdilər onlar. Ona görə bu sualı verdilər Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə. Lakin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onlara izah edir ki, sədəqə yalnız malla deyil. Və nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Deyir ki, "Əvəleysə qad cəalallahu ləkum mə təsaddəqunə bihi?" Deyir, məgər Allah sizin üçün sədəqə verəcəyiniz şeylər etməyibmi, hazırlamayıbmı? Sonra Peyğəmbərimiz sallallahu əleyhi və səlləm açıqlayır. Deyir ki, "İnnə bi kulli təsbihətin sadaqa." Yəni dediyiniz hər bir təsbih, yəni Subhanallah sözü sədəqədir. Və kulli təkbiratin sadaqatın. Hər bir təkbir, yəni Allahu Əkbər sözü sədəqədir. Və kulli təhmidətin sadaqatun. Dediyiniz hər bir elhamdülillah sözü sədəqədir. Və kulli təhlilətin sadaqatın. Və hər bir la ilahə illallah sözü nədir? Sədəqədir. Yəni bu dörd kəlmə Subhanallah və elhamdülillah və la ilahə illallah və Allahu Əkbər. Bunlar təsbihət-ül ərba, bunlar savabı böyük olan əməllərdir. Və sonra nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Və əmrun bil ma'rufi sadaqatun. Yaxşılığı əmr etmək sədəqədir. Və nəhyun anil munkari sadaqatun. Pis işlərdən, günahlardan çəkindirmək sədəqədir. Və fi bud'i əhədikum sadaqatun. Yəni sizlərdən biri öz həyat yoldaşı ilə yaxınlıq etməsi də sədəqədir. Və sahabələr təəccüblənirlər bundan. Yəni bundan əvvəlkiləri bildilər, lakin burada təəccüblənirlər və dedilər ki, "Ya Rasulallah, əyəti əhəduna şəhvətəhu və yəkunu ləhu fiyhə əcrun?" Deyir, ey Allahın elçisi, yəni birimiz öz yoldaşı ilə şəhvətini ödəyir, yəni yaxınlıq edir, buna görə savab qazanır. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir ona? Deyir ki, "Ərəəytum ləv vada'aha fi haramin, əkənə aleyhi vizrun?" Əgər deyir, o bunu haram yolla eləsəydi, ona buna görə günah yazılardımı? Deyirlər ki, sahabələr deyir, bəli, Peyğəmbərimiz
sallallahu aleyhi ve sellem buyurur ki فَكَذَٰلِكَ اِذَا وَضَعَهَا فِي الْحَلَالِ كَانَ لَهُ أَجْرٌ. Eləcə də əgər onu halalla edərsə, halal yolla edərsə, buna görə ona əcr qazanır. Lakin burada niyyət olmalıdır nə? Tək bu yol, ümumiyyətlə, bütün əməllərdə niyyət Allah üçün olduğu kimi, burada da insan əgər, demək, yoldaşı ilə yaxınlıq edərkən niyyəti olarsa ki, özünü haramdan qorusun və ya əməl salih bir övlad dünyaya gətirsin və s. Bu kimi niyyəti Allah üçün olarsa, yaxşı olarsa, yaxşı niyyət olarsa, o zaman buna görə ona savab yazılır. Növbəti hədisimiz, 3-cü hədis, bu da Əbu Zərdən rəvayət olunur. Qalə li ən-nəbiyyü sallallahu aleyhi və səlləm. Deyir, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir dəfə mənə dedi. Lə təhqirannə minəl-mə'rufi şeyən və ləv ən təlqa əxakə bivəchin taliq. Deyir, heç bir yaxşı işi dəyərsiz hesab etmə. Hətta qardaşını gülər üzlə qarşılamaq olsa belə. Yəni, ümumiyyətlə, bu hədis çox mühüm bir qaydanı bizə öyrədir. Və o da qayda nədir? Lə təhqirannə minəl-mə'rufi şeyə. Yaxşı əməllərdən heç bir şeyi dəyərsiz görmə. Hətta kiçik olsa belə onu et. Və ümumiyyətlə, insan əgər bu fikir, yəni hansı fikir, yəni bu əməl kiçikdir, bunu etməyim, bu fikir insanın həyatda bir çox salih əməlləri tərk etməsinə səbəb olur. Belə düşünmək, yəni bu iş balacadır, kiçikdir, bunu etməyim, bu balacadır. Məsələn, Subhanallah və elhamdülillah və la ilahe illallah və Allahu Ekber. Çox sadədir. Subhanallah və bihamdihi, Subhanallahil azim və s. Və yaxud yoldan bir maniyəni götürmək, və yaxud qardaşın gəlib üzünə gülmək. Yəni bunlar çox kiçik görsənir bizə. Lakin, əgər biz bunları kiçik görsək, bunları tərk edərik. O zaman nə qədər çox salih əməllər tərk olunlar. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də cəmiyyətdə bu fikri aradan qaldırmaq üçün nə deyir? Lə təhqirannə minəl-mə'rufi şeyə. Xeyir işlərdən heç birini dəyərsiz görmə. Madam ki, bu xeyir işdir, et, yerinə yetir. Çünki bayaq dediyim kimi, insan bilmir hansı əməlinə görə bağışlanacaq, hansı əməli onu cənnətə salacaq. Həmçinin, qardaşlar, yaxşı əməl gətirir. Və həmçinin də yaxşı əməllər toplaşanda nə olur? Artıq baxırsan ki, böyük bir xeyir əmələ gəlir. Ona görə bu hədis göstərir ki, insan heç bir əməli kiçik görüb tərk etməməlidir. Növbəti hədisimiz Əbu Hüreyrədən rəvayət olunur. Yəni fikir versək, bu hədisə kimi İmam Nəvəvi ancaq Əbu Zərdən rəvayət edirdi. Hədislər Əbu Zərdən gəlir. İndi isə başladı Əbu Hüreyrədən. Ən Əbi Hüreyrətə radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi ve sellem kullu suləmə minən-nəsi aleyhi sadaqatun kulli yevmin tətlu'u fihi şəms. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, İnsanın oynaqlarından hər biri üçün günəşin doğduğu hər gündə bir sədəqə vardır. Yəni, günəş doğduğu hər bir gün insan səhərə çıxır. Yəni, buna oxşar hədis biz keçmişdik. İnsanın oynaqlarının hər birinə görə sədəqə verməlidir. Yəni, bildiyimiz kimi, qardaşlar, insanın sümükləri bir-birinə oynaq vasitəsilə birləşir. Yəni, bu oynaqlar həqiqətən də nədir? Allahın verdiyi bizə nemətdir. Böyük bir nemətdir. Və insan səfiri bu oynaqlar vasitəsilə hərəkət edir. İstədiyi hərəkət edir, yönəlir. Və ona görə də bu nemətə görə şükür etmək nədir? Bunların hər birinə görə sədəqə vermək vacibdir. Lakin sədəqəni necə verək? Sonra Peyğəmbərimiz sallallahu aleyhi ve sellem açıqlayır. Deyir ki, tə'dilu beynəsleyni sadaqatun. İki nəfər arasında islah edirsən, iki nəfəri barışdırırsan və ya iki nəfər arasında ədalətlə hökm edirsən, bu sədəqədir. وَتُعِينُ الرَّجُلَ فِي دَابَّتِهِ فَتَحْمِلُهُ عَلَيْهَا اَوْ تَرْفَعُ لَهُ عَلَيْهَا مَتَاعَهُ صَدَقَةٌ. Bir insana kömək edirsən öz miniyinə minməyə,
İstər maşın olsun, indi hal-hazırda maşına minməyə. Görürsən ki, bir yaşlı kişidir, yaşlı insandır, minmək istəyir miniyinə, bacarmır, kömək edirsən. Bu sədəqədir. Və ya yükünü onun üçün qaldırıb qoyursan maşına, bu da sədəqədir. Və yaxud miniyə. Əv tərfə'u ləhu aleyhə mətə'u sədəqədir. Vəl-kəlimətu tayyibətu sədəqətur. Gözəl söz sədəqədir. Gözəl söz nədən başlayır? Salamdan. Demək ki, salam özü də sədəqədir. Çünki gözəl söz salamdan başlayır. Deməli, bir qardaşına və yaxud bir insana salam verməyin bu özü sədəqədir. Və bi kulli xutvatin təmşihə iləs-salati sadaqatun. Namaza gedərkən atdığın hər addım sədəqədir. Və tumitul əzə anit-tariqi sadaqatun. Yolda olan hansısa bir maniyəni uzaqlaşdırmağın da sədəqədir. Bu hədisin başqa bir rəvayəti Müslimdə gəlir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, Ayşədən rəvayət olunur. Bu rəvayət belədir. Adəm övladlarından hər bir insan 360 oynaq üzərində yaradılmışdır. Yəni bu hədisdə artıq bu oynaqların sayı bizə bildirilir. 360. Hər kim təkbir, yəni Allah Ekber, təhmid, əlhəmdülillah, təhlil, la ilahe illallah və təsbih, subhanallah gətirərsə, Allahdan bağışlanma diləyərsə, daş, tikan və sümük kimi insanlara əziyyət verən şeyləri insanların yollarından kənarlaşdırarsa və ya yaxşı işləri əmr edib, pis işlərdən çəkindirərsə və bunların hamısının sayı 360-a çatarsa, o gün özünü cəhənnəm odundan uzaqlaşdırmış halda axşama çıxar. Yəni, burada əsas məqsəd say deyil. Yəni, o deməkdir ki, 360-a çatdın, dayan. Sadəcə insan bacardıqca salih əməlləri çoxaltmalıdır. Lap 360-ı keçsə belə. Və həmçinin bu hədis nədir? Göstərir bizə namaza getməyin fəziləti. Növbəti hədisimiz yenə də Əbu Hüreyrədən rəvayət olunur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir: Mən qadə iləl məscidi o rahə əəddəllahu ləhu fil cənnəti nuzulən kulləmə qadə o rahə. Kim səhər və ya axşamüstü məscidə gedərsə, yəni fərq eləmir namaz üçün, dərs üçün, məscidə gedərsə, hər gedişində Allah onun üçün cənnətdə bir ziyafət hazırlayar. Yəni ziyafət, yəni onu qonaq etmək üçün ziyafət, yemək, içmək, nemət. Və bu hədis nəyə göstərir? Məscidə getməyin fəziləti. Sonuncu hədisimiz, qardaşlar, yenə Əbu Hüreyrədən rəvayət olunur. Qalə Rasulullah sallallahu aleyhi ve sellem Ya nisəəl muslimə. Yəni bu hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem qadınlara xitab edir. Deyir, ey müsəlman qadınlar, Lə təhqirannə cəratun licəratihə vələv firsinə şətin. Ey müsəlman qadınlar, heç bir qadın öz qonşusuna qoç dırnağını belə hədiyyə verməyi ayıb hesab etməsin. Yəni kiçik görməsin. Ümumiyyətlə, qardaşlar, bizim bu dövrün bir çox insanlarında olan problemlərdən biri budur ki, bir çox xeyirləri kiçikdir deyə tərk edirlər. Yəni, məsələn, tutaq ki, evində sadə bir şey bişirib. Məsələn, sadə bir yemək bişirib. Halbuki onu verə bilər qonşusuna, savab qazana bilər. Lakin nə deyir? Deyir ki, yox, ayıbdır, bu nədir? Bu nə yeməkdir, mən bunu göndərim qonşuya. Yəni, fikir versin, belə şeylər insanların bir çoxunu xeyir əməllərdən saxlayır. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu hədislə bu problemi aradan qaldırır. Və deyir ki, ey müsəlman qadınlar, heç bir qadın öz qonşusuna qoçun dırnağını belə hədiyyə etməyi ayıb hesab etməsin. Yəni versin, problem deyil. Və çox vaxt, bax bu fikir, bayağı qeyd elədiyim fikir, yəni azdır, ayıbdır, bu nədir? Hətta baxırsan, evə qonaq gəlib,
Qonaq gəlib, qonağın qabağına evdə bişirən yeməyi qoymur. Yəni qonaq ac çıxır gedir. Deyir, yox, ayıbdır, mən o supu nətər gətirim qoyum qonağın qabağına. Bu əməl onu neyniyir? Yaxşı, deməli, bu fikir onu yaxşı əməldən saxlayır. Və ona görə də bu, belə düşünmək düzgün deyil. Belə düşünmək düzgün deyil. Həmçinin qonaq da və yaxud qonşu da ona gələn az bir şeyi kiçik görməməlidir. Bu da ayıb sayılır. Əgər qonşu sənə, məsələn, çox sadə bir şey göndəribsə, sən ona demək ki, bunun mənə göndərdiyinə bax. Aydındır qardaşlar, yəni bu da olmaz. Necə ki, Cabir radiyallahu anhudan bir rəvayət var, onun öz sözüdür. Deyir ki, hələkun bir raculi yədxulu aleyhi racul min ixvanihi fəyəhtəgiru mə fi beytihi ən yuqaddiməhu. Deyir, bir kişi üçün həlakdır, əgər onun qardaşı, müsəlman qardaşı, onun evinə gələrsə və nəyisə ona verməyi ayıb hesab etməsi. Yəni, ayıb hesab etməsi həmin kişi üçün həlakdır. Və həmçində və hələkun bil qovmi ən yəhqiru mə quddimə iləyim. Həmçinin də bir qövmə verilən bir şeyi kiçik görməsi də onlar üçün həlakdır. Ona görə də biz gərək bunu diqqət edək belə şeylərə. Az da olsa ver, kiçik də olsa göndər. Aydındır qardaşlar. Əslində o da başa düşməlidir ki, yəni sənin imkanın budur. Hətta belə bir söz var, deyirlər, İnnəmə təqatə'ən nəsu bittəkəlluf. İnnəmə təqatə'ən nəsu bittəkəlluf. Bu söz deyilir insanlar arasında. Yəni, mənası budur ki, insanların bir-birlərindən ayrılmasının, bir-birlərindən əlaqələrinin kəsilməsinin səbəb nədir? Təkəllüf nədir? Özlərini yükləmələridir. Özlərini yükləyir. Yəni, fikirləşir ki, mən, məsələn, qonaq çağırıramsa, mənim süfrəmdə bu şeylər olmalıdır. Əgər bu şeylər yoxdursa, mən qonaq çağırmıram. Və özünü yükləyir. Ya gedir, borc alır və sair, ağır bir yükün altına girir, o yeməkləri hazırlayır, sonra qonaq çağırır və yaxud çağırmır. Və bu da çağırmamaq da nədir? Əlaqələrin kəsilməsi. Ona görə insan gərək evində nə varsa, onunla kifayətlənməlidir. Qonağa da onu təqdim etməlidir. Və qonaq da həmçinin qarşı tərəfdə ev sahibi ona nəyi verdisə, onunla kifayətlənməlidir və onu kiçik görməməlidir, ona təşəkkür etməlidir. Ola bilsin, sənin üçün bu kiçik bir şeydir, azdır. Lakin onun üçün o böyük bir şeydir. Bəlkə ona imkanı çatır. Və bu ədəbə gərək biz diqqət edək. Həm demək, qonaq qəbul edərkən, həm də qonaq gedərkən və yaxud bizi kimsə qonaq çağırarsa. Bu qədər qardaşlar, inşallah mövzumuz davam edir. Gələn dərsimizdə digər hədisləri keçəcəyik. Allah bizi eşidib faydalardan etsin. Və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və ashabihi ecmaîn.